Deyirəm ancaq 10 manatlığından danışmışıq. Bir dənə şık eləməyim, tutudum. Deyirəm ancaq 10 manatlıq krasovkalardan danışmışıq. Zaman elə bilər ki, elə biz ancaq krasovka satırıq. Bax, şalvar addelimiz 10 manatdan, 18 manatdan, 20-25 manatdan şey eləməyin demişdir. Bax, buralara bax, 10 manata. Görürsünüz? Sən gələndən Allah ki, mən də pozmuşsan, bax deyirəm, avaracılıq. Naim, kulağın dibinə vurur. Bölge. Bax, 10 manat, qabağını da alamıram. Mevzuya bax, çıxıb ücüyə, cızından, xəttindən çıxıb, reysindən çıxıb. 10 manat. Bax, kətanlar, %100 kətanlar. Baxıram ki, bəzi mağaza işçiləri girirlər, mənim kətanlarıma lağlağı yaxınlaşırlar. %100 kətan 1000 dollardır, nə bilim 5000 dollardır. İlyas, nə tər olur 40 manat, 50 manat satsan? Qardaşım, bəlkə də sən, necə deyim, bilmirsən, eşitmirsən, amma görməmsən, onlar adın satırlar. Bax, elə götürək bizim bu Zaranı. Bangladeşdə, orada sexdə işlədir və yaxud da Azərbaycanda da bir dalan bir yerdə sexi var, oradan çıxardır. Onun fərqi yoxdur ki, sadəcə adı brenddə adını satır. Bugün İlyas Ekspresin adı, ucuzluqdur, indi kasıb oğlanam deyə mənə dünyaya çıxartmaq indi mümkündür. Amma material eynidir qardaşlar, bütün dünyaya Kitaydan gəlir. Əvvəl türkçə gəlirdi, türk indi baha başı gəlirdi Kitaydan. Çünki Kitay texnologiyası ötdü keçdi hamını. Ona görə də kətanlarımızda bir problem görsəz, nə bilim aparın laboratoriya, görün bu 40 manata dəyər yoxsa yox. Bax, görürsünüz? Yoxlayın, gördünüz ki, əyrəsi nəyəsə çıxsa, qanunda 14 gündür, məndə 25 gündür qaytarılma. Nə vaxt duran istəyir, götür, gətir, qaytar. Heç problem. Kətanlarımıza garanti verilir, əzildi, büzüldü, sızıldı, saraldı, göyərdi, bozardı, fərq eləmir. Gətir, qaytar. 100%. Bəli.